Şagirdlər, mən Allahverdiyeва Nərmin müəllimə. Bu videoda mən sizin üçün bu gün keçirilmiş OTK sınağından biologiya suallarının izahını verəcəm. Deməli, birinci suala baxırıq. Səbət çiçək qrupunda bərabər sayda çiçəyi olan eşək qanqalı, zəncirotu və göy çiçək bitkilərinin çiçəklərində sayı bərabər olar. Ləçəklərin sayı mütləq şəkildə hər birində bərabərdir. Amma erkəkçi və dişiciklərin sayı bərabər deyil. Çünki eşək qanqalında bir tip çiçəklər var. Nə qədər erkəkçik varsa, dişicik varsa, göy çiçəkdə də deməli, göy çiçəkdə iki tip çiçəklər var. Yəni orada məsələn, bol şəkilli çiçəklərdə erkəkçi, dişicik olacaq. Qıf şəkilli çiçəklərdə erkəkçi dişici olmayacaq. Ona görə də eşək qanqalı ilə göy çiçəkdə burada erkəkçi dişici sayı bərabər olmadı. Çiçək sayı bərabər oldu, amma erkəkçi dişici sayı bərabər olmadı. Çünki göy çiçəkdə erkəkçi dişici olmayan çiçəklər də var. Zəncir otunda isə yalnız dilcik şəkillidir və erkəkçi dişici sayı belə deyək də, bütün çiçəklər erkəkçi dişiciyə sahibdir. Ona görə də burada erkəkçi dişici sayını hamısını da eyni götürməyəcəyik, amma ləçək sayı hamısını eyni götürəcəyik. Doğru cavabımız olacaq B variantı. Növbəti suala baxırıq. Kəskin respirator virus xəstəliklərinə aiddir. Deməli, qrip, zökəm və COVID-19 2, 3, 4 A bəndi. Üçüncü sual. Şimpanzenin döş qəfəsi sümüklərinin sayı onun bir çənəsində olan kəsici dişlərin sayında neçə dəfə çoxdur? Bilirik ki, şimpanzenin döş qəfəsində 40 dənə sümük var. Bir çənəsində olan kəsici dişlər ümumiyyətlə 8 dənə kəsici diş olur və bir çənəsində də 4 dənə kəsici diş olur. Bizdən nisbətini soruşur. Ona görə də 40-ı bölürük 4-ə, eləyir cavab 10. Doğru cavabımız olacaq C bəndi. Növbəti sual. Əgər çox hüceyrəli bir canlının bəzi hüceyrələri fagositozu həyata keçirə bilirsə, onda bu hüceyrələr üçün hansı fəaliyyət doğrudur? Fagositozu həyata keçirə bilməsi üçün hüceyrə divarı zəif inkişaf etməlidir. Hüceyrə divarı da zəif inkişaf edən heyvanlardır. Yəni biz heyvanlara aid olan xüsusiyyətə seçəcəyik. Hüceyrə divarına malik olmaları bu bakteriya, göbələk və bitkilər üçün xarakterlikdir və hüceyrə divarına malikdirsə, o fagositozu həyata keçirə bilmir. Turgor təzyiqin yaranmasında iştirak, xeyr, bu da bitkilərə aiddir. Birləşdirici toxumaya aid ola bilər. Bəli, bu doğrudur. Çünki birləşdirici toxuma belə deyək, toxumaya sahib olan heyvan hüceyrələrdir ki, onlarda da fagositoz həyata keçirə bilər. Göbələk hüceyrəsi deyil, hüceyrə divarı olduğu üçün plastid də deyil, çünki bitkilərdə fagositoz həyata keçirilmir. Doğru cavabımız olacaq C bəndi. Növbəti sual. Ulotrix və Sporongira saplarında cəmi 58 xromatofor var. Əgər Sporongiralarda cəmi 26 hüceyrə olarsa, onda Ulotrixlərdə cəmi neçə nüvə olar? Biz bilirik ki, Sporongirada nə qədər hüceyrə varsa, bütün hüceyrələrdə xromatofor var. Deməli, 58-dən çıxırıq 26, deməli, eləyir 32. Burada 32 dənə hüceyrə Ulotrix, 32 dənə xromatofor Ulotrixə aiddir. Deməli, Ulotrixin 32 dənə xromatoforu varsa, elə 32 dənə də nüvəsi var. Doğru cavabımız olacaq B bəndi. 6-cı sual. Xərçəngçimlərə aid deyil. Dəniz qozası, Artemiya, Məryəm qurdu, krevetka, bunlar hamısı xərçəngçimlərə aiddir, amma tarantul hörümçəkçimlərə aiddir. Doğru cavabımız olacaq Y bəndi. Növbəti suala baxırıq. İnsanın qanına adrenalin hormonu ifraz olunan zaman hansı baş verməz? Tənəffüs hərəkətləri tezləşər, qan təzyiqi artar, qanda qlukoza miqdarı artar, nəbz vurğularının sayı artar, amma ürək sikli müddəti azalacaq. Çünki ürək tez-tez döndüyü üçün ürək sikli müddəti azalacaq, artır, yanlış fikirdir. Şəkildə gövdənin hansı rəqəmlə verilmiş hissəsində və ya hissələrində əlavə tumurcuq inkişaf edə bilər? Biz deyirik ki, əlavə tumurcuq kökdə var, yarpaqda var və gövdənin də buğum aralarında var. Buğum arası hansıdır? Burada 5. Deməli, doğru cavabımız olacaq C bəndi. 9. Şəkildə təsvir olunmayıb. Burada kökümsov gövdə təsvir olunub. Kökümsov gövdədirsə, demək bu bitki vegetativ yolla çoxalır. Yan kökü ola biləcək buğum arası, təpə tumurcuğu var, amma əsas kök yoxdur. Çünki əsas kök toxumdan inkişaf edir. Doğru cavabımız olacaq B bəndi. 12-ci sual. Sxemdə bir heyvan növünün nəsil ağacı verilmişdir. Əgər seleksiyası alim saf xətt almaq prosesinə başlamaq istəyirsə, onda o hansı fərdlər arasında cütləşdirmə aparmalıdır? Biz dedik ki, saf xətt alınması üçün yaxın qohum çarpazlaşma olmalıdır. Yəni, ata və qız, məsələn, ana və oğul bu şəkildə. 1 ilə 8-ə baxaq. Deməli, A variantına yazıb 1 ilə 8. 1 ilə 8 tamamilə fərqli belə deyək,
növlər, fərqli-fərqli fərdlərdir. O bu ola bilməz. 3 ilə 9, 3 belə deyək də 3-ün övladı 8-i 8 9-la cütləşib. Ona görə 3 ilə 9 deyil. Orada 9 artıq başqa fərddir. Bu da deyil. 6 ilə 9. 6-ya baxırıq. 6 ilə 9 bunlar tamamilə fərqli-fərqli fərdlərdir. Yenə də 6 4-ün belə deyək də bacısıdır. 4-ün övladı 8-dir, balası 8-dir. 8-i 9-la çarpacaq. Bunlar fərqli-fərqlidir. 4 ilə 7-yə baxırıq. 4 atadır, 7 də qızdır. Hə, bunlar da ola bilər. Deməli doğru cavabımız olacaq D variantı. 10. İnsanda həzm kanalının ən geniş hissəsi mədədir. Mədə də burada 5 ilə göstərilib. 13. X, Y və Z müəyyən edin. Deməli, qırmızı gözcüyü var, xıladamlarda da var, yaşıl evgülanda da var. Deməli, Volvoxda da var. Sonra hüceyrəvi udlaq infuzor tərlikdə var, yalançı ayaq adi mobda var. Deməli, doğru cavabımız olacaq B bəndi. 11. İnsanda oogenez və spermatogenez üçün ortaq xüsusiyyətlər hansılardır? Oogenez nə idi? Bir hüceyrə bölünür, 4 hüceyrə əmələ gəlir, ondan biri qametə çevrilir, 3-ü isə yönəldici cisimcikdir. Spermatogenezdə bir hüceyrədən 4 hüceyrə əmələ gəlir, 4-ü də qametə çevrilir. İndi baxaq, əmələ gələn qametlərdə sitoplazma miqdarı ortaq xüsusiyyət deyil. Niyə? Çünki yumurta hüceyrədə oogenez prosesi zamanı əmələ gələn yumurta hüceyrə ki qametdir, onun sitoplazması daha iri olur. Amma yönəldici cisimciklərdə daha az olur. Ona görə bu ortaq deyil. Əmələ gələn hüceyrədə hərəkət orqanoidin olması, hərəkət orqanoidi spermatogenez prosesi zamanı əmələ gəlir. Hər iki prosesin eyni orqanda getməsi xeyr. Oogenez yumurtalıqda, spermatogenez toxumluqda gedir. Bir başlanğıc hüceyrədən əmələ gələn qamet sayı, bu da düz deyil. Çünki burada oogenezdə bir hüceyrədən bir əmələ gəldi. Bir qamet əmələ gəldi, spermatogenezdən bir hüceyrədən 4 qamet əmələ gəldi. Əmələ gələn hüceyrələrin xromosom sayı, bəli, bu hər birində n xromosom sayına malikdir. Ananın xromosom sayı nə qədərdirsə, yəni fərdin xromosom sayı nə qədərdirsə, onun yarısı qədər qamet alınacaq. Sonra 14-cü sual. Əgər 2 diheterozigot fərdin çarpazlaşması zamanı alınan nəsildə hər iki əlamətə görə homozigot fərdlər yaşama qabiliyyətinə malik olmazlarsa, onda genotipə görə nisbət necə olar? Burada Punnett cədvəli qurursunuz və Punnett cədvəlində nəyiləri silirsiniz? Hər iki əlamətə görə homozigot. Deməli, hər iki əlamətə görə homozigot olan böyük B, böyük B, kiçik A, kiçik A, kiçik B, kiçik B, böyük A, kiçik B, kiçik B, kiçik A, böyük B, kiçik B. Bunları çıxardırsınız. Yerdə nə qaldı? Deməli, qaldı böyük A, böyük B, kiçik B. Bundan 2 dənədir. Böyük A, kiçik A, böyük B, böyük B. Bundan 4 dənədir. Böyük A, kiçik A, böyük B, kiçik B. Bundan 2 dənədir. Böyük A, kiçik A, böyük B, kiçik B, kiçik B. Bundan da 2 dənədir. Kiçik A, böyük B, kiçik B. Bundan da 2 dənədir. Deməli olacaq 4-ün, 2-nin, 2-nin, 2-nin 2-yə. Yəni C variantı olacaq doğru cavabımız. Növbəti suala baxaq. Deməli 15. İnsanın ürəyində aypara qapaqlar yerləşir. Ürəyində aypara qapaqlar yerləşir. Sol mədəciklə aorta arasında, bir də sağ mədəciklə ağciyər kötüyü arasında. Burada da sol mədəciklə aorta olacaq. Doğru cavabımız B bəndi. 16. İki aləmin nümayəndələrindən təşkil olunmuşdur. İki aləmin nümayəndələrindən təşkil olunan mamırlardır. Ona da İslandiya mamırı olacaq. Doğru cavabımız B bəndi. İnsan bu sümüyü verilən sümüklərdən hansılarına bilavasitə birləşmir. Deməli, oma sümüyünə birləşmir. Bir də burada qamış sümüyünə bilavasitə birləşir, amma incik sümüyünə bilavasitə birləşmir. Bir incik sümüyü qamış sümüyünə birləşib, onun vasitəsilə deməli, bud sümüyünə birləşir. Ona görə bilavasitə birləşmir, oma ilə incik olacaq. Doğru cavabımız B bəndi. 21. Göl qurbağası haqqında hansı ifadə doğru deyil? Maylaması xaricidir, düzdür. Üzmə pərdəsi 10 ədəddir. 10 ədəd deyil, 8 ədəddir. Çünki arxa ətrafında 10 dənə barmaq var. 10 dənə barmaq varsa 8 dənə üzmə pərdəsi olacaq. Doğru cavabımız olacaq B bəndi. Sonra növbəti suala baxaq.
həm iki qat zəncirə, həm də hidrogen rabitələrinə malik olan polinukleotid hansıdır? Deməli, iki qat zəncirə malik olan və hidrogen rabitələrinə malik olan DNT-dir. Ona görə burada doğru cavabımız olacaq D bəndi. D bəndi. Növbəti sual. Robert Hooke iç hüceyrə terminini işlətdiyi zaman baxdığı obyekt hansı toxuma qrupuna aiddir? Deməli, örtük toxumasına aiddir. Ağacın mantar kəsinə baxmışdır. Gövdənin hansı qatında yerləşir? Qabıq qatında yerləşir. Zaman keçdikcə qalınlığı artır. Doğru cavab C bəndi. Mongoloidlər bunlara hansı aiddir? Bilavasitə Neandertallardan başına ağız almışlar. Xeyr, Homo növünə aiddir. Xeyr, ətrafları bütüşlü gözlərə aiddir. Düzdür. Avstraliya və Afrika və Avstraliya şaxələrini ayrılırlar. Yanlışdır. İri və yastı üzə düz və sərt əsaslara malikdir. 5 də düzdür. Ensiz üzə düz və yumşaq əsaslara malikdir. Xeyr. Deməli, doğru cavabımız olacaq burada 3 və 5. 20. Göyərçinlərdə 304 caynaq varsa, onda onların barmaqlarının ümumi sayı ön ətraf qurşağı sümüklərinin ümumi sayında neçə ədəd çoxdur? Deməli, bilirik ki, göyərçinin qanatlarında, yəni ön ətrafında bir qanadda 3 dənə barmaq olur. O da caynaq olmur. Amma aşağı ətraflarda, arxa ətraflarda, yəni ayaqlarında 4 dənə barmaq olur. Orada caynaq olur. Və bir göyərçində 8 dənə caynaq olur. Və X-da da 304 dənə caynaq var. Deməli, 304-ü bölürük. Deməli, 8-ə eləyir. X-də bərabərdir 38. Deməli, burada 38 dənə göyərçin var. Onda onların barmaqlarının ümumi sayı, deməli, 38-i bilir ki, göyərçin 14 dənə barmaq olur. Ona görə 38-i vururuq 14-ə, eləyir 532. Sonra nə deyir? Ön ətraf qurşağı sümüklərinin ümumi sayında neçə ədəd çoxdur? 38 dənə göyərçin var. Ön ətrafı qurşağında da 6 dənə sümük var. Deməli, 38-i vururuq 6-ya, eləyir 228. 532-dən də çıxırıq 228-i. Deməli, 532 çıx 228, o da eləyir 304. Doğru cavabımız olacaq Y bəndi. Və 24-cü suala baxırıq. İnsanda baş beyinin sol yarımkürəsinin qabığındakı sinir toxuması hüceyrələrinin maksimal sayı minimal sayında neçə milyard çoxdur? Deməli, baş beyinin sol yarımkürə qabığındakı sinir toxuması hüceyrələrinin sayı, deməli, biz bilirik ki, baş beyin yarımkürələrində 12-18 milyard neyron olur. Sol yarımkürəsi dediyinə görə 6 milyard 9 milyard. Yəni 12-18-in yarısı 6 milyard 9 milyard neyron olur. Və deyir ki, baş beyin sol yarımkürəsi qabığındakı sinir toxuması. Sinir toxuması deyəndə biz artıq neyronun peyk hüceyrəsini toplamalıyıq. Deməli, 6 milyard neyron varsa 60 milyard da peyk hüceyrəsi var. Yəni 66 milyard olacaq bu minimum sayı və 9 milyard neyron varsa 90 milyard da peyk hüceyrəsi var. Bu deyəcək 99 milyard. Sonra 99-dan da çıxırıq 66-nı, o da eləyir 33 milyard. Doğru cavabımız olacaq 33 milyard. Növbəti suala baxırıq. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Angina törədicisi və VA törədicisi. Deməli, prokaryotlara aiddir. Hər ikisi prokaryotlara aiddir. Bunu yazırıq 3-ə, yəni ortaya yazırıq. Vergül şəkillidir. Bu aiddir vəbaya. Kürə şəkillidir. Bu aiddir anginaya. Heterotrof yolla qidalanır. Aiddir hər ikisinə. Badamcıqların iltihabına səbəb olur. Angina. 1-ə yazırıq. Nazik bağırsağı zədələyir. Vəba. Deməli, doğru cavabımız olacaq burada B bəndi. Mongoloidlər, bunu dedik. Sonra, həm glukoz, həm də oksigenli parçalama proseslərində yaranan maddələri müəyyən edin. Deməli, ATF və su. 1 və 4. Növbəti suala baxırıq. Atomların bölgə miqrasiyasının 1-ci, 2-ci və 3-cü növlərin meydana çıxdığı eralara müvafiq ardıcılığı müəyyən edin. Deməli,
Birinci bir hüceyrələr, ikinci çox hüceyrələr, üçüncü insan. Deməli, bir hüceyrələr arxeide, çox hüceyrələr proterozoy və üçüncü insan isə kaynozoy. 1, 3, 5. 27. Uyğunluğu müəyyən edin. Heyvanlarda və deməli, fərdi və kütləvi seçməyə aid olanları seçməliyik. Heyvanlarda və öz-özünə tozulan bitkilərdə tətbiq olunur. Bu fərdi seçməyə aiddir. Yalnız heyvanlarda tətbiq olunur, heç birinə aid deyil. Homoziqotluğun artmasına səbəb olur, fərdi seçməyə aiddir. Çarpaz tozulan bitkilərdə tətbiq olunur, kütləvi seçməyə aiddir. Heteroziqotluğun artmasına səbəb olur. Bu da kütləvi seçməyə aiddir. Və situasiya, tədqiqatçılar canlının DNT molekulunun bir genində ölçüsü timin azotlu əsasının ölçüsünə bərabər olan azotlu əsas olmadığını müəyyən etdilər. Bu gendə 50 triplet var idi. Həmin genin uzunluğunu və nisbi molekul kütləsini hesablayın. Deməli, DNT molekulu deyəndə, əgər orada timin yoxdursa və bizə deyir ki, timin azotlu əsasının ölçüsünə bərabər olan. Biz bilirik ki, adenin guanin ölçüsü bir-birinə bərabərdir. Timinlə də sitozin ölçüsü bir-birinə bərabərdir. DNT molekulu desə, əgər sitozin yoxdursa burada, deməli guanin də olmaz. Amma bu deyir bir genində. Bir genində deyirsə, deməli bir zəncirdən söhbət gedir. Yəni sitozin yoxdursa, guanin var. Ona görə də tədqiqatçı canlının DNT molekulunun bir genində ölçüsü timin azotlu əsasının ölçüsünə bərabər olan azotlu əsasın olmadığını müəyyən etdi. Bu gendə 50 triplet var. Həmin genin uzunluğunu və nisbi molekul kütləsini tapın. Deməli, 50 dənə triplet varsa, deməli 50-ni vururuq 3-ə, 150 dənə nukleotid var. Deməli, burada oldu 150 dənə nukleotid və bizə nəyi soruşur? Genin uzunluğunu soruşur. Burada 50 dənə triplet var və biz də bilirik ki, genin uzunluğunu, genin ölçüsünü tapmaq üçün nukleotidlərin sayını nukleotidin uzunluğuna vurmaq lazımdır və deməli 50-ni vurduqca 150 dənə triplet tapdıq. 150-ni vuracağıq 0,34-ə. Deməli, eləyəcək 51. Sonra bizdən nəyi soruşur? Bu DNT geninin üzünün köçürülməsi prosesinə, yəni transkripsiya prosesinə neçə və hansı nukleotidlər iştirak edəcək? Deməli, DNT-də üzün köçürülməsi transkripsiyası. Deməli, həm DNT-də olanları, həm RNT-də olan nukleotidləri tapmalıyıq. Yazmalıyıq. Adenin, deməli, timin və guanin DNT-də olacaq. DNT-də olan nukleotidlər. 3 növ burada. Adenin, deməli, guanin, bir dəqiqə, adenin, timin, guanin olacaq DNT-də, RNT-də olacaq urasil, adenin və sitozin. Yəni, guanin qabağında sitozin olacaq. Ona görə. 3 növ də burada oldu. 6 növ nukleotid və neçə növ və hansı nukleotidlər iştirak edir? Adenin, timin, guanin nukleotidləri DNT-də, urasil adenin, sitozin nukleotidləri isə RNT-də iştirak edəcək. Sonra deyir, bu DNT genində maksimum neçə növ triplet ola bilər və bu genin sonunda yerləşən tripleti müəyyən edin. Maksimum neçə növ triplet ola bilər? 3-dür, 3 kimi yazacaq. 3 növ nukleotiddir. Hərəsi də 300 birləşdiyinə görə 3-dür, 3 kimi yazacaq. Yəni 27 növ triplet ola bilər. Və deyir ki, bu genin sonunda yerləşən tripleti müəyyən edin. Yəni stop kodunu soruşur. Deməli, timin, adenin, sitozin, timin, sitozin, adenin və timin, deməli, və adenin, timin, bunlar nədir? Stop kodonlardır. Əgər bizdə sitozin yoxdursa, deməli, genin sonunda da yerləşən stop kodon ATT olacaq. İzah bu qədər şagirdlər, hər birinizə uğurlar, sağ olun.